Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikhail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, görüş zamanı son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb. Xüsusilə 13 avqust 2026-cı il tarixində Çastota Panimaniya layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib. Bununla yanaşı 7 avqust tarixində Sputnik radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin Rusiyanın terrorçu və ekstremistlər siyahısına daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyat 9 avqust tarixində YouTube platformasında, 16 avqust tarixində isə Spas telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb. Azərbaycan dövlətinin daxili siyasi prosesinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbul edilməz olduğu vurğulanıb. Azərbaycan tərəfinin dəfələrlə sözü gedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsinə baxmayaraq analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib. Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycanın əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədi ilə təxirə salınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb. Nazirliyin məlumatında qeyd olunub.